Salam müəllimlər. Dərslərimizdən bir digəri isə 5-ci sinifin 19-cu mövzusu olan elektrik enerjisi və sadə elektrik dövrəsidir. İlk öncə gəlirik elektrik nədir? Elektrik necə bir enerji növüdür? Elektrik ən rahat və ucuz enerji növüdür. Müasir dövrdə həm məişətdə, sənayedə, xalq təsərrüfatında elektrik enerjisindən istifadə olunur. Müasir sənaye məişət maşınlarının işləməsi üçün elektrik enerjisi mənbəyi lazımdır. Elektrik enerjisinin mənbələri nədir? Deyirik qalvanik element batareyası, yəni bu akkumulyator və generator. Baxın, bu qalvanik elementdir. Batareya formasındadır. Batareya bir çoxumuzun gördüyü akkumulyator və generator. Deməli, neçədən oldu? 4 dənə. Desə, elektrik enerjisinin mənbələri nə deyirik? Deyirik qalvanik element batareyası, akkumulyator və generator. Daha sonra yüklənmiş hissəciklərin, yəni elektronların istiqaməti hərəkəti, elektrik cəryanı. Baxın, yüklənmiş hissəciklərin, yəni elektronların istiqamətli, yəni bir tərəfdə, bir istiqamətdə olan hərəkəti elektrik cəryanı adlanır. Yox, əgər desə elektrik enerjisinin mənbəsi nədir? O zaman deyirik ki, elektrik enerjisinin mənbəyi cəryan mənbəyidir. Baxın, adında da var. Elektrik enerjisinin mənbəyi cəryan mənbəyi adlanır. Hər ikisində də mənbə sözü var. İstifadə etdiyimiz elektrik enerjisinin əksər hissəsi elektrik stansiyasında xüsusi elektrik generatorları ilə istehsal edilir. Nə ilə istehsal olunur desə, xüsusi belə deyək, stansiyalarda, elektrik stansiyalarda xüsusi elektrik generatorlar vasitəsilə istehsal edilir. Daha sonra yanacaqdan, axar sudan əmələ gələn enerjini istehsalatda, məişətdə geniş ehtiyac duyulan elektrikə çevirən yerlər isə elektrik stansiyasıdır. Yəni, axar sudur, yanacaqdır. Buradan hansı ki bir enerji əmələ gəlib, o enerjini elektrik enerjisinə çevirən yer isə elektrik stansiyasıdır. Əsas, belə deyək də, həmin elektriki alan, elektrikin yaranmasına səbəb olan yer elektrik stansiyasıdır. Daha sonra Azərbaycanda hansı elektrik stansiyaları var? Mingəçevir su elektrik stansiyası, Şirvan istilik elektrik stansiyası və digər elektrik stansiyaları və bir digəri isə, səhv eləmirəmsə, Naxçıvandadır. Günəş olmalıdır. Dəqiq bilmirəm onu. Amma bir digər də Naxçıvanda olduğunu bilirəm elektrik stansiyasının. Daha sonra daha güclü elektrik stansiyası desə hansıdır? Daha güclü elektrik stansiyası isə İES, yəni istilik elektrik stansiyasıdır. O yanacaqla işləyir. Yanacaq olaraq isə kömür və yaxud da ki, torfdan istifadə olunur. Bu stansiyalarda yandırma zamanı bir və ya bir neçə generatorun pərini fırlada bilən isti buxar axını yaranır ki, o da müxtəlif cihaz və qurğular vasitəsilə elektrik enerjisinə çevrilir. Daha sonra son vaxtlar elektrik enerjisini istehsalı üçün atom enerjisini elektrikə çevirən stansiyalarda quraşdırılmışdır. Belə stansiyalar atom elektrik stansiyası, yəni AES-də deyilir. Amma Azərbaycanda atom elektrik stansiyası yoxdur. Soruşulsa ki, Azərbaycanda hansı elektrik stansiyası yoxdur? Deyirik ki, atom elektrik stansiyası yoxdur. Daha sonra generatorda alınmış elektrik cəryanı istifadəçiyə hündür metal sütunları olan dirəklərə çəkilmiş naqillər vasitəsilə ötürülür. Yəni, generatorda əldə olunmuş elektrik cəryanı istifadəçilərə, yəni bizlərə, evlərə hündür sütunlara çəkilmiş naqillər vasitəsilə, yəni kabellər vasitəsilə ötürülür. Daha sonra burada deyir ki, cəryanın ötürülməsi zamanı itkini azaltmaq məqsədilə yüksək gərginlik yaradılır. Desə ki, cəryanın ötürülməsi zamanı itkini azaltmaq üçün neynirlər? Yüksək gərginlik yaradılır, yoxsa aşağı gərginlik yaradılır? Deyirik ki, itkini, bir də, baxın, itkini azaltmaq üçün burada yüksək gərginlik yaradılır, ha? İtkini azaltmaq üçün, yəni elektrik enerjisinin itkisini azaltmaq üçün yüksək gərginlik yaradılır. Testlərə çox düşür, ona görə də təkrar edirəm ki, yadınızdan çıxmasın. Daha sonra elektrik dövrəsinə daxil olmamışdan əvvəl elektrik cəryanı gərginliyi başqa bir transformatorda tənzimlənir. Yəni evlərə daxil olmamışdan öncə həmin bu elektrik gələn bu enerji, cəryan ilk öncə həmin transformatorlar vasitəsilə nizamlanır. Yəni evlərə gedirsə biraz daha, belə deyək, orada cəryan şiddəti azalır. Yox, böyük obyektlərdir, böyük, belə deyək, yerlərdirsə, orada isə artıq onun şiddəti, yəni onlara uyğun nizamlanır. Yəni transformator onları nizama salan bir qurğudur. Daha sonra elektrik enerjisinin elektrik qəbul ediciləri nədir? Elektrik enerjisinin elektrik qəbul edicisi fənərdəki lampa, dəzgahdakı mühərrik, daha sonra elektrik ütüsü, televizor, kompüter və başqa qurğulardır. Yəni bu elektrik tutaq ki, ütünü taxırıq şəbəkəyə, ütümüz qızır. Artıq onun belə deyək də şəbəkəyə qoşulması nəticəsində ütüdə istilik yaranır. Yəni burada ütü olur, həmin o elektriki qəbul edən elektrik qəbul edicisi. Həmçinin lampa olsun.
lampaya işıq daxil olur və işıq belə deyək, lampa işıqlanır. Bu zaman artıq e, lampanın işıq saçması onun elektrik qəbul edicisi olan artıq lampa olur. Daha sonra nədir? Bu cihazların köməyi ilə elektrik enerjisi işığa, bayaq dediyim kimi istiliyə, səsə, televizorda olur, səsə, görüntüyə və mexaniki hərəkətə çevrilir. Elektrik enerjisinin mənbədən işlədiciyə naqillər vasitəsilə ötürülür. Elektrik enerjisi mənbədən işlədiciyə naqillər vasitəsilə ötürülür və yaxud da ki, belə deyək, ona ötürücülərlə deyilir, ötürücülər də deyə bilər. Naqillər, yəni ötürücülərlə ötürülür. Elektrik qəbul ediciləri mənbəyə qoşmaq və ayırmaq üçün idarəedici cihazlardan, elektrik açarından və qoruyuculardan istifadə olunur. Elektrik qəbul edicilərini mənbəyə qoşmaq və ayırmaq üçün idarəedici cihazlardan, elektrik açarından və qoruyuculardan istifadə olunur. Elektrik enerjisinin mənbələri, elektrik qəbul ediciləri və idarəetmə cihazları bir-biri ilə elektrik naqilləri ilə, yəni ötürücülərlə birləşib elektrik dövrəsini təşkil edir. Yəni burada bir ümumi dövrə yaranır. Yəni elektrik enerjisinin mənbələri birləşir. Elektrik qəbul ediciləri və idarə etmə cihazları hər biri naqillər vasitəsilə, yəni ona nə dedik? Burada demişdik ki, həm də ötürücülər. Ötürücülərlə birləşib elektrik dövrəsini təşkil edir. Çünki elektrik dövrəsi yəni biri olmasa, digərinin belə deyək, funksiyası ola bilməz. Ona görə hər biri birləşir və elektrik dövrəsini təşkil edir. Elektrik dövrəsinə daxil olan bütün qurğular onun elementləridir. Elektrik cəryanı naqillərə mənbədən elektrik qəbul edicinə yalnız dövrə qapalı olduqda daxil ola bilər. Elektrik cəryanı naqillərə mənbədən elektrik qəbul edicinə yalnız dövrə qapalı olduqda daxil ola bilər. Nə deyir? Baxın, sanki bir dövrədir, qapalıdır. Bu da naqillərdir. Naqillərdə elektrik cəryanı gedir, çünki heç bir açıq bir yer yoxdur. Dövrəmiz qapalıdır və elektrik burada rahat hərəkət edə bilir. Yox, əgər bu hissə olmasa, sanki belə bir yenə dövrə çəkirəm, qapalı dövrə çəkdim. Amma bura qədər. Bu hissəsi açıq qaldı. Artıq bu dövrə qapalı deyil və burada elektrik belə deyək, cəryandan söhbət gedə bilməz, elektrik enerjisindən. Çünki dövrə tam qapanmadığı üçün bu elektrik enerjisi olmayacaq burada. Ona görə deyirik ki, elektrik cəryanı naqillərə mənbədən elektrik qəbul edicinə yalnız bu dövrə tam qapalı olduqda daxil ola bilər. Daha sonra qapalı elektrik dövrəsində naqillər dövrənin elementlərinə etibarlı bərk edilməli və zədəsiz olmalıdır. Bəli, yəni orada olan elektrik dövrəsində olan naqillər etibarlı bərk etməlidir və zədəsiz olmalıdır ki, dövrə belə deyək, həm qapalı olsun, həm də ki, orada elektrik dövrəsi rahat hərəkət edə bilsin. Sadə elektrik dövrəsi nədir? Sadə elektrik dövrəsi cəryan mənbəyi, közərmə lampası, açar və naqillər. Sadə elektrik dövrəsi hansılardan ibarətdir? Cəryan mənbəyi. Görürsünüz, burada cəryan mənbəyi kimdən istifadə edilir? Batarikadan. Gözərmə lampası 2 ilə göstərib, açar, baxın, açar və naqillər. Bu da belə. Elektrik dövrəsinin elementlərini şərti işarələr şəklində təsvir etmək daha asan və rahatdır. Elektrik dövrəsinin şərti işarələr təsvir edilməsinə elektrik dövrəsinin, yəni elektrik dövrəsinin şərti işarələrlə təsvir edilməsinə elektrik sxemi deyilir. Şərti işarələrlə təsvir edilmə elektrik sxemi deyilir. Daha sonra həmin bu şərti işarələr və elektrik sxeminin hazırlanma qaydaları dövlət standartları ilə müəyyən olunur. Gəlir indi burada şəkillərinə, daha sonra sxemlərinə, şərti qrafiklərini göstərir. Elementin adı cəryan mənbəyi. Görürsünüz, batarikadan istifadə olunur cəryan mənbəyi olaraq və burada isə onun şərti qrafik təsviri göstərilir. Görürsünüz, 2 xətti, biri müsbət, digər tərəfində mənfi qütblər var. Baxın, batarikada adi bildiyimiz batarikalar, pultlara, belə deyim, saatlara qoyuruq da. Həmin o batarikalar, görürsünüz, qoyan zaman bir tərəfində mənfi qütbdür, bir tərəfində müsbət qütb. Baxın, burada həmin o element, cəryan mənbəyi batarikalardır. Və burada da həmin batarikanı göstərir. Sonra közərmə lampası. Közərmə lampası belə şəklində məlumdur. Onun belə deyək, şərti qrafik təsviri. Baxın, lampadır da bu. Təsəvvür ki, bu lampadır. Bu X olan yerdə işıqlarda işıq saçır. Belə düşünək. Açar. Açardır. Düşünək ki, açar necədir? Tam bağlanmayıb, açıq qalıb. Açar. Burada bir hissə var. Bu tam bağlanmayıb. Aralıqda bir boşluq var. Ona görə deyirik ki, görən kimi yadımıza salırıq ki, aralıq boşluq var. Bu nədir? Onda bu açardır. Sonra digər hissəsində yenə, baxın, görürsünüz, burada da şərti qrafik hissəsini verib. Açar. Açar nədir? Bu dövrə, bu bağlı olanda, bu açar bağlı olanda artıq burada elektrik dövrəsi tam olur. Əgər belədirsə, demək ki,
yəni dövrə tam qapalı deyil. Sonra naqillər. Naqil görürsüz düz xəttdir. Naqil sanki şunudur düz xətt. Naqillərin birləşməsi. Baxın naqillərin birləşməsi. Düz xətt, bir nöqtə var üzərində. Naqillərin kəsişməsi. Görürsüz sanki iki naqil üst-üstə gəlib. Kəsişiblər bir yerdə. Belə yadda saxlaya bilərik. Sonra ştepsel çəngəli. Görürsüz? Ştepsel çəngəli. Onun şərti işarəsi, qrafiki. Və ştepsel rozetkası. Bu da onun həmin, belə deyək, təsviri verilib. Bunları bir-birinə qarışdırmamaq üçün görürsüz bu nədir? Bu çəngəldir. Sanki ox formasındadır. Yəni gedəcək, belə deyək də, rozetkaya daxil olacaq. Bu isə rozetkanın içərisində olan hissədir. Görürsüz nə formadadır? Yəni bu hissə çəngəldə olduğuna görə gəlir bura daxil olur və artıq orada cəryanı ala bilir. Daha sonra keçək elektrik sxemləri. Elektrik sxemi iki cür olur. Prinsipial və montajlı. Əgər sxemdə dövrə elementlərinin birləşmə prinsipi göstərilirsə, onda onun prinsipial sxemi çəkilir. Burada sadəcə bir söz deyəcəm, elə onunla yadınızda qalacaq. Elektrik sxemində prinsipialda sadəcə görürsünüz ki, prinsip sözü var. Prinsipial sxemində prinsip sözünü gördünüzsə, bilin ki, bu prinsipial birləşmədir. Onun başqa bir açar məqamı yoxdur. Sadəcə prinsipial sözünü görürük, bilirik ki, bu prinsipial, belə deyil, prinsipiala aiddir. Daha sonra gəlirik hansına? Gəlirik yığma sxeminə, yəni montajlı sxemi, elektrik dövrəsinin yığma sxemi, montajlı sxem. Montajla yığ. Montajla başqa cür necə deyirlər? Məsəl üçün yığım. Montajla yığ. Belə də yadda saxlaya bilərik. Elektrik dövrəsinin yığılma sxemi, onun montajlı sxemi adlanır. Bu sxemdə elementlərin bir-birinə nisbətən dəqiq yerləşməsi və onların dövrədə birləşmə qaydası göstərilir. Elektrik dövrəsinin bəzi elementləri montaj sxemində təsvir kimi göstərilir. Görürsüz? Baxın, bu prinsipial birləşmədir. Sadəcə, belə deyək də, işarələr var. Şərti işarələr var. Amma burada bu isə montajlıdır. Montajlıda isə şərti işarələrlə bir yerdə həm də təsvir var. Görürsüz? Təsvirini də verib. Təsvirdir bu. Şəkli verib. Burada sadəcə, belə deyək də, yenə deyirəm. Baxın, naqillərdir, közərmə lampasıdır, açar. Bu da cəryan mənbəyidir. Elə. Burada da yenə həmçinin közərmə lampası, naqillər. Amma açardır. Bu hissə açardır. Açardır. Amma onu görürsüz təsvir kimi verilib. Yəni, əgər desək ki, elektrik dövrəsinin bəzi elementləri montaj sxemində təsvir kimi verilir, bu da aid olur montajlı sxemə. Yəni, dediyim kimi, bir dənə prinsip sözünü görürüksə, bu prinsipə aiddir. Digər yerdə qalan bütün nüanslar montajlı sxemə aiddir. Dərsimiz bu qədər, müəllimlər.